Azərbaycan-Rusiya münasibətlərində gərginlik, Moskva anti-Azərbaycan təbliğatını gücləndirir. Kanala abunə olub video bəyənməyi unutmayın. Rusiyanın media və informasiya məkanında Azərbaycana və ölkə rəhbərliyinə qarşı təxribatçı, təhqiredici və təhdid xarakterli açıqlamaların artması Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Politoloq Aydın Quliyev bildirib ki, Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə gedən proseslər onsuz da pis vəziyyətdə olan münasibətlərə daha da mənfi təsir göstərir. Onun sözlərinə görə, belə yanaşmaların iki dövlət arasında münasibətlərin faydasına olduğunu düşünmək düzgün deyil. Politoloq qeyd edib ki, Rusiyanın informasiya məkanında Azərbaycana qarşı bu cür çıxışların şahidi həmişə olublar. Aydın Quliyev bildirib ki, Ermənistanın təcavüzü illərində belə yanaşmalar daha çox olurdu. Onun sözlərinə görə, bunun səbəblərindən biri Ermənistanın Rusiyanın media məkanında güclü lobbiçilərinin olması və həmin məkandan Azərbaycana qarşı hücumların intensiv və fasiləsiz xarakter alması idi. Politoloq qeyd edib ki, müəyyən hallarda Rusiyanın hakimiyyət dairələri Azərbaycana qarşı bu hücumları bir qədər səngitməyə çalışsa da, onların tamamilə aradan qaldırılmasında Rusiya hakimiyyətinin marağı olmayıb. Bugün erməni lobbisinin Rusiya informasiya məkanında Azərbaycana qarşı hücumların təşkil olunmasında o qədər də böyük iştirakı olmasa da, yaranmış boşluğu artıq Rusiyanın rəsmi hakimiyyət dairələri özləri doldururlar deyə Aydın Quliyev vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın təcavüzü dövründə Rusiyanın informasiya məkanında Azərbaycana qarşı hücumları əsasən erməni lobbisi təşkil edirdisə, bugün erməni lobbisinin fəaliyyətinin bir qədər səngiməsi nəticəsində yaranmış boşluğu daha aktiv şəkildə Rusiyanın rəsmi dairələri doldurur. Politoloq hesab edir ki, Rusiya mediasından Azərbaycana və onun rəhbərliyinə hücumların arxasında Rusiyanın rəsmi dairələrinin dayandığına şübhə yoxdur. Aydın Quliyev bildirib ki, bu vəziyyət ölkələr arasında münasibətlərə onsuz da pis və dağıdıcı şəkildə təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərini Rusiyada imzalanmış strateji tərəfdaşlıq bəyannaməsinin ruhuna uyğun qurmaq istəyirlərsə, bu kimi halların aradan qaldırılmasında fəal olmalıdırlar. Politoloq eyni zamanda Rusiyadakı Azərbaycan diasporuna qarşı hücumların dayandırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Rusiyadan Azərbaycana edilən hücumlar kompleks şəkildə qiymətləndirildikdə, bunların ümumi bir mərkəzdən idarə olunduğuna şübhə yeri qalmır. Eyni vaxtda mediada Azərbaycan rəhbərliyinə hücum edilir, Azərbaycan diasporunun üzvləri deportasiya olunur, onlara qarşı cinayət işləri açılır, Azərbaycanlılar müxtəlif bəhanələr altında təqib olunur. Eyni zamanda Rusiyada Azərbaycanlıların təşkilatlanmasına və diaspor qurumlarının yaradılmasına maneçilik törədilir. Bütün bunlar Rusiyada Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan bir prosesə oxşayır.